Herkese salamlar. Bugün JavaScript-də ən çox istifadə olunan array metodları ilə tanış oluruq. Gəlin başlayaq map metodu ilə. Map metodu bir arrayi, bir massivi götürür və onun içindəki bütün elementləri dəyişərək bizə yeni bir array, yeni bir massiv qaytarır. Gəlin baxaq necə. Əvvəlcə bir constant yaradıram və bunun adı olacaq qiymətlər. Və bu bir array olacaq. Qiymətlər arrayimizin içində qeyd edirəm 40, 60, 80. Və indi bir constant daha yaradıram. Bunun da adı olacaq endirimli qiymətlər. Və bu endirimli qiymətlər bir array olacaq və mən istəyirəm ki, o arrayin içində bizə qayıtsın. Həmin bu qiymətlər arrayinin içindəki qiymətlərin 2 dəfə ucuzlaşmış halı. Bunun üçün mən map metodundan istifadə edəcəm. Burada qeyd edirəm qiymətlər arrayini və map metodunu çağırıram. Və bu bir callback funksiya qəbul edəcək bu şəkildə. İndi mən burada deyirəm ki, sən bu qiymətlər arrayinin içindəki hər bir qiymət üçün get filan əməliyyatı icra elə. Yəni 40 üçün, 60 üçün və 80 üçün bu əməliyyatı icra elə və bizə yeni dəyərləri yeni bir arrayin içində, endirimli qiymətlər arrayinin içində qaytar. Burada gəlirəm və deyirəm, bizə return elə qiymət bölünsün 2-ni. Bu qədər bəsit. İndi gəlin konsola verək qiymətlər arrayini və endirimli qiymətlər arrayini. Görək nə baş verir. Node index.js. Gördüyünüz kimi qiymətlər arrayimiz 40, 60, 80 və endirimli qiymətlərdə hər bir qiymətin 2 dəfə ucuzlaşmış halı qayıtdı. Gəlin bir daha baxaq. Burada deyirəm ki, qiymətlər arrayini götür, map elə. Onun içərisindəki hər bir qiymət üçün bizə qaytar qiymətin 2 dəfə ucuzlaşmış halını. Yəni nə edəcək? Gedəcək birinci 40-ı götürəcək, qiymət oldu 40, 2-yə böldü, qaytardı, bura qoydu 20-ni. Sonra 60-ı götürəcək, yenə 2-yə böləcək, sonra 80-i götürəcək, yenə 2-yə böləcək və onları bir arrayin içində bizə qaytaracaq. Bu qədər bəsit. Və biz hətta istəsək, burada return yazmaya da bilərik, çünki burada cəmi bir sətirdir. Ona görə buradan bu curly bracket hissəni yığışdıra bilərəm və burada yaza bilərəm qiymət böl 2-ni. Bu artıq avtomatik olaraq bizə return edəcək endirimli qiymətlər arrayini. Gəlirik, baxırıq. Möhtəşəm. Biz hətta istəsək, bu map metodu ilə qiymətdən əlavə hər bir qiymətin indeksinə də çata bilərik. Burada sadəcə indeks yazmağımız kifayət edir. Yəni biz deyirik ki, sən hər bir qiymət üçün və o qiymətin indeksi üçün filan əməliyyatı icra elə. Məsələn, gələk bura. Burada yenidən curly bracket yaradıram və burada deyirəm ki, hər bir qiymət üçün və onun indeksi üçün indeksi konsola ver və sonra bizə return elə qiymətin 2-yə bölünmüş halını. Gəlin indi konsola verək. Burada nə baş verdi? 0, 1, 2 hər bir qiymətin indeksi bizə qayıdır. Daha sonra qiymətlər arrayimiz konsola çıxır və daha sonra endirimli qiymətlər arrayimiz konsola çıxır. Bu qədər bəsit. İndi isə keçək filter metoduna. Filter metodu nə edir? Filter metodu bir arrayi götürür və onun içindən bizə yalnız şərtimizə uyğun olan elementləri qaytarır. Yeni bir arrayin, yeni bir massivin içində. Gəlin baxaq necə. Burada bir constant yaradıram və bunun adı olsun meyvələr və bu da təbii ki bir array olacaq. Bunun içində meyvə adları qeyd edirəm. Alma, armud, banan, yemiş, bir də olsun çiyələk. İndi mən bir dənə array daha yaradacağım. Adı olacaq filtered meyvələr. Və mən istəyirəm ki, bu arrayin içində bizə qayıtsın meyvələr arrayindən yalnız içində A hərfi olan meyvələr. Yəni alma, armud, banan qayıtsın, yemiş, çiyələk qayıtmasın. Bunun üçün biz filterdən istifadə edəcəyik. Burada yenə yazılışı map kimidir. Meyvələr.filter və bu da bir callback funksiya qəbul edəcək. Yenə eyni şəkildə deyirəm ki, meyvələr arrayinin içindəki hər bir meyvə üçün get filan əməliyyatı icra elə. Hər bir meyvə üçün bizə return elə meyvə.includes A. Nə deyirəm burada? Deməli, filtered meyvələr adlı bir array yaransın və onun içində bizə nə qayıtsın? Meyvələr arrayi filter olunsun və onun içindən bizə qayıtsın hansı meyvələr? Hansı ki, bu şərti ödəyir. Yəni, içində A hərfi olan meyvələr. Gəlin indi konsola verək. Console log filtered meyvələr. Gördüyünüz kimi alma, armud, banan içində A hərfi olan meyvələr bizə qayıtdı. Yenə bayaqki kimi burada da biz meyvənin indeksinə çata bilərik.
Burada indeks yazıram və burada da yenə konsola verirəm indeksini. Gəlirik, baxırıq. Gördüyünüz kimi meyvələr ərəyindəki hər bir meyvənin indeksi konsola çıxdı və daha sonra da filtr olunmuş meyvələr konsola çıxdı. Möhtəşəm. İndi isə keçək daha bir faydalı ərey metodu olan find metoduna. Find metodu nə edir? Deməli, o bir ərəyi götürür və o ərəyin içindən bizim şərtimizi ödəyən ilk elementi bizə qaytarır. Yəni, find metodu map və filter kimi bir ərey, bir massiv qaytarmır. O bir element qaytarır, hansı ki bizim qoyduğumuz şərti ödəyən ilk elementdir. Ola bilər ki, əreydə həmin şərti ödəyən başqa elementlər də var, amma find metodu yalnızca bu şərti ödəyən qabağına çıxan ilk elementi bizə qaytaracaq. Gəlin baxaq necə. Burada gördüyünüz kimi mənim users adlı bir ərəyim var və onun içində müxtəlif istifadəçilərə aid məlumatlar var. Və mən istəyirəm ki, bu əreyin içindən gedim tapım həmin bu adı Ali olan obyekti tapım götürüm. Bunun üçün burada gəlirəm və yeni bir constant yaradıram. Adı olacaq user Ali. Bərabərdir. Burada deyirəm ki, sən users ərəyini götür və find metodunu çağır. Find metodu da eyni map və filter kimi bir callback funksiya qəbul edəcək və burada deyirəm ki, hər bir user üçün get nəyi return elə? User.ad bərabərdir Ali olanı. Yəni, bu metod çağırılanda o gedəcək users ərəyinə baxacaq, bir-bir userları gözdən keçirdəcək və hansı ki userın içindəki ad nə vaxt ki Aliyə bərabər olacaq, onda artıq o digər userlara baxmağı dayandıracaq və Ali obyektini mənə qaytaracaq. Gedirik indi bu kodu konsola veririk. Əvvəlcə user Alini konsola verək, user Ali və burada kodumuzu icra edək. Gördüyünüz kimi bizə qayıtdı həmin adı Ali olan obyekt. Mən indi burada adı Ali olan başqa bir obyekt yaratsam, onun bizə heç bir dəxli olmayacaq. Məsələn, Ali yaşı olsun 40. Və mən yenə bu kodu icra eləsəm terminalda, yenə bizə yaşı 30 olan Ali qayıdacaq. Çünki artıq o burada birinci şərti ödəyən birinci elementi tapdı və artıq davamını axtarıb tapmayacaq, lazım olmayacaq. Bu qədər bəsit. Və son olaraq mən bəhs eləmək istəyirəm sum və every metodlarından. Sum və every metodları bizə true və ya false qaytarır. Yəni onlar bizə bir element və ya bir massiv qaytarmırlar, sadəcə true və ya false qaytarırlar. Sum metodu gedir baxır. Əgər bir ərəyin içində bizim verdiyimiz şərtə uyğun ən azı bir element belə varsa, o zaman bizə true qaytarır. Gəlin baxaq necə. Onun üçün burada bir dəyişən yaradıram. Const above 25 bərabərdir. Deyirəm ki, get users ərəyini götür və sum metodunu çağır. Və burada da yenə bu bir callback funksiya qəbul edir, amma mən bir sətr yazacağam deyə curly bracket yazmıram və deyirəm ki, hər bir user üçün get yoxla. Əgər user'ın yaşı böyükdürsə 25-dən true qaytar. Bu qədər bəsit. Yəni burada deyirəm ki, get users ərəyinin içində axtar. Əgər yaşı 25-dən böyük olan ən azı bir dənə user belə varsa, mənə true qaytar. İndi burada mən above 25-i konsola verəcəm. Görək bizə nə qayıdır. Gördüyünüz kimi bizə true qaytarır. Çünki bizdə 25-dən yuxarı 30 var. Ona görə bizə true qaytardı. Amma məsəl üçün burada mən yazsaydım 22. O zaman bizə false qaytaracaq. Çünki yaşı 25-dən yuxarı olan heç bir user yoxdur. İndi isə baxaq every metodu nə iş görür. Every metodu adından da bəlli olduğu kimi every hər deməkdir. Yəni bu metod gedir baxır. Əgər bizim ərəyimizin içindəki hər bir element verilən şərti ödəyirsə, o zaman bizə true qaytarır. Yox, əgər elementlərdən azı biri belə şərtimizi ödəmirsə, o zaman false qaytaracaq. Gəlin baxaq necə. Buradan bu konsola hələlik yığışdırıram və burada mən yoxlamaq istəyirəm ki, görüm mənim userlərimin hamısının yaşı 18-dən böyükdürmü, deyilmi? Əgər hamısının yaşı 18-dən böyükdürsə, o zaman mənə true qaytarsın. Burada bir constant yaradıram. Above 18 və bu constant bərabərdir. Deyirəm ki, users ərəyini çağır və every metodunu çağır. Bu da yenə bir callback funksiya qəbul eləyir. Bir sətr yazacağım üçün curly bracket qeyd eləmirəm. Və deyirəm ki, hər bir user üçün get yoxla. User'ın yaşı 18-dən böyükdürmü, deyilmi? Artıq gedəcək, baxacaq. Hər bir user'ın yaşını yoxlayacaq. Əgər hamısının yaşı 18-dən böyükdürsə, o zaman bizə true qaytaracaq. Konsola verirəm above 18 və gəldim. Gördüyünüz kimi bizə true qayıtdı. Əgər mən burada 22-ni dəyişib, məsələn 17 eləsəm, artıq bizim userlardan biri şərtimizi ödəmir. O zaman bizə false qaytaracaq. Gördüyünüz kimi.